Paylaşmayan adamın öz həyatı acıdır. Biz elə bilirik ki, kiməsə yaxşılıq edirik, biraz da dik gəzirik, yo, özünə yaxşılıq edirsən. Həm axirət mənasında, həm dünya mənasında. Qazan, çox qazan, xərclə, gör həyat onda şirindir, yoxsa yığ üst-üstə əllədi, cəməə, malən və əddədə. Allah deyir, belə adamlar var, yığır, sayır, qoyur seyfə. Bir ay keçir, yenə sayır, qoyur seyfə. Bunun həyatı şirindir səncə? Vallahi şirin deyil. Bunun həyatı şirin deyil, bu çox acı həyata sahibdir. Özünə zərbə vurur. Sənin xoşbəxtliyin, ləzzətin üçün deyir ki, qüdrətli ol, qazan, əsir olma, paylaş, ver və ləzzət al. Həyat gör onda nədir? Lən tənəlül bir hətta tunfiqu mimmə tuhibbun. Heç bir xoşbəxtliyə, yaxşılığa çatmazsınız, əlinizdə olan sevdiyiniz şeyləri verməyənə qədər. İşlədib gözdən düşəndən sonra, apar bunu ver kasıba. O yox, istədiyin vaxtda qopart ver, gör, onun əvəzində.